Osmanlı qaynaqları Səfəvi dövlətini və Səfəvi şahlarını necə adlandırırdılar? Demək, bir çoxları hələ də dirəşib ki, yox, Avropa bizim Qızılbaş dövlətini Persiya kimi, Osmanlı qaynaqları isə elə bizi İran və Əcəm diyarı kimi tanıyırdılar. Yəni, vəssalam da 500 illik tariximizi silək geçsin. Amma heç maraqlanmırdılar ki, bəs öz qaynaqlarımız ki, deyir, dövlətdir Qızılbaş. Yaxşı, özünüzlərə inanmırsınız, onda sizə Osmanlı tarixçisi, İlk rəsmi Osmanlı sallanəqçisi Hələbli Mustafa Naimə Əfəndinin 1574-1651-ci illərini əhatə edən Naimə tarixi əsərindən bəzi sitatları gətirəcəm. Beləliklə, Səfəvi şahları necə adlandırılır? 566-cı səhifədə oxuyuruq. O isə qaçaraq Vana çıxıb Əmirgünə xana sığındılar. Şah-ı Qızılbaşa və yalnız dırnaq arasında İran şahına. 632-ci səhifə. Şah-ı Qızılbaş, yəni Qızılbaş şahı. Gördüyünüz kimi Səfəvi şahları məhz Qızılbaş şahı kimi adlandırılır. Yalnız dırnaq arasında ümumi anlam üçün İran şahı bir yerdə cəmi qeyd olunur. İndi isə baxaq Səfəvi ordusu necə adlanır. Osmanlı dahi Qızılbaş ordusu seyr etməyə varıb, alış-veriş və nə lazımsa satın aldılar. Təbriz hakimi Qərçiqay xan Qızılbaş əskəri ilə Ərdəbil yaxınında oldu. Bəri tərəfdə təbil və nəqqarələr çalınıb bir uğurdan əskər Allah Allah deyə hərəkətə gəlib yürüyüncə Qızılbaş iç kələyə doğru qaçmışdılar. Gördüyünüz kimi Səfəvi ordusu məhz Qızılbaş ordusu adlanırdı. Persiya, İran ordusu deyil. İndi isə keçək Səfəvi dövləti necə adlandırılırdı. Halən qışlağa varmazdan əvvəl Qızılbaş diyarına axın edər. Kürdistan bəyləri ilə birləşib Sərdar o tərəfə varıncaya qədər Qızılbaş məmləkətini yağma edələr. Bu ildə Qızılbaş üzərinə vəziri Azam Həlil Paşa Sərdar göndərildi. Lala, sən ixtiyar oldun, Qızılbaş səfərinə gedəmiyorsun. İslam Giray və Qəsr-i Giray Şirvan üzərinə ləşkər çəkib Qızılbaş ilə müharibə etdikdə bozulub, xanları əsir olmuş idi. Qızılbaş elçisi, biz bu sərhəddə çıxmayınca məsləhət iş bitməz. Və ol əsnada Abaza Paşa adamlarının ayrılmasından vəhmə düşməklə Ərzurumu Əcər şahına təslim etmək üçün Qızılbaşa xəbər göndərdi. Və bir maraqlı məqam. Burada da keçən Qızılbaş və Rusiya mənbələrində keçən Qızılbaş yayı ilə eyni gəlir. Çünki onların məktublarında da Qızılbaş şahını göndərdiklərində belə yazılır. Qızılbaş ya. Gördüyünüz kimi Səfəvi qaynaqları öz yerində Osmanlı qaynağında da Səfəvi ordusunun əskərlərinə Qızılbaş əskəri, Səfəvi şahının adını Qızılbaş şahı və Səfəvi dövlətini Qızılbaş kimi qeyd olunur.